Salam, hər vaxtınız xeyir olsun değerli YouTube izleyicilerimiz. Bugünkü təqdimatımız Zabrat Məhəmmədli yolundandı. Həm əşyalı, həm də əşyasız satışı mümkün olan həyət evimizi sizə təqdim edəcəm inşallah. Videonu sona qədər izləyin. Evin bütün məlumatları videomuzun daxilində qeyd olunur. Evin yerləşmə yeri Zabratın dairəsindən Üzü Məhəmmədli dairəsinə gedən yoldadır. Hər tərəfi yaşayış olan yerdə ümumilikdə 4 sot torpaq sahəsindədir. Yerdən də nə az nə çox 15 daş kürsüdə tikilib. 4 otaqlıdır, təxminən 140 kvadratdan çox evin ümumi sahəsi var. Evin birinci mərtəbəsində də əlavə bir neçə dənə köməkçi otağı var. Bir daha qeyd edirəm ki, evimiz həm əşyalı satıla bilər, həm də əşyasız satışı mümkündür. Evdə hazırda yaşayış var. Ev hər bir tərəfindən kamera sistemi ilə təchiz olunmuş evdir. Həyətimizin yarı hissəsi tam daşdır və əlavə boş torpaq sahəsində saxlanılıb. Qazı suyu işığı daimidir. Sayğaçlarının hamısı var. Evin altı betondur, üstü kəmərdir. 4 tərəfi qoşadaşdan tikilib. Dəmir yol stansiyasına da yaxın məsafədə yerləşir. Evimiz dəhliz sistemlidir. Dəhlizdən də otaqlarına bölünür. Dəhlizə daxil olduqda solda gəlir evin mətbəx hissəsi. Sağda gəlir qonaq otağı. Əziz YouTube izləyicilərim, kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Evlə bağlı da nə suallarınız olsa, buyurub zəng edərək məlumat ala bilərsiniz. Bura uşaqlar üçün nəzərdə tutulan yataq otağıdır. Ev dairəvi qoşadaşdır, istilik sistemi də kombidir. Bir daha qeyd edirəm, əşyasız satılarsa qiyməti 130.000 manatdır. Əşyalı satılacaqsa qiyməti 138.000 manatdır, amma elektronikası əşyaya daxil deyil. Qiymətini də qeyd elədim, sənədi də, evində, torpağında, kupçası. Əlavə nə suallarınız olsa, buyurun zəng edin, məlumat alın. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm, göz haqqınızı halal edin.